Bismillahirrahmanirrahim. Rəhman və Rəhim, mehriban və bağışlayan Allahın adıyla. Bugün fevral ayının 3'ü gənc şəhidimiz, gənc yazar, istedadlı şair Ziyad Muradxanoğlu Muradovun ad günü münasibətilə məclis təşkil olunubdur. Mən ikinci dəfədir ki, şəhid qardaşımız Ziyad Muradxanoğlu məclisində iştirak edirəm. Və birinci məclisdə də bugün bu balaca balaların zəhməti çəkən Zəminə müəllimi ilə bərabər bu məclisi biz idarə eləmişik, yəni geniş bir şəkildə. Bugün isə onun anım gününə yığılmışıq. Həmən günü 23 oktyabr 2020-ci ildə şəhid olmuş qardaşımızın 2024-cü ildə 4-cü il dönümü münasibətilə təşkil olunmuş məzarı yanında iştirak eləmişik. Amma bugün onun mövlud günüdür və bu gənc qardaşımız mövlud ərəfəsi gəlib düşür Peyğəmbər ayı olan Şaban ayının 15-nə. Bugün xanım Fatmiyə Zəhranın balası İmam Zaman ağanın da mövlud günüdür. Yəni 12-ci imamımızın mövlud günüdür. Bütün şərqin və qərbin xilaskarı olacaq bir şəxsin mövlud gününə şəhid qardaşımızın da anım günü, yəni mövlud günü təsadüf edib, nurun ələ nur olub, nur üstünə nur gəlib. Və bu elə bir şəxsiyyətdir ki, Həzrəti Mehdi sahib Əzzaman Həccəlallah Fərəcəhum Şərif ata tərəfdən müsəlman, ana tərəfdən Məsihi nəslinə mənsub olan bir şəxsidir. Və bu zuhur etməklə, yer üzün hikmətinə, yəni elminə, iffətinə, şücaətinə, ədalətinə bərpa edəcək. Və inşallah ki, bu şəhidlərimiz də o zaman indiki kimi sevildiyi kimi həmişə qəlbimizdə olacaq, seviləcək. Allah şəhidlərimizin məqamını ali eləsin. Çünki daim vətənə, millətə xidmətdir şəhidlik. Ən ali olan zata itayətdir şəhidlik. Bayaqdan mən bu məclisdə iştirak edirəm və bu gözəl balaların şeirlərinə qulaq asıram. Mərhum, yəni qardaşımız şəhid Ziyad Muradxanovun gənc yazar kimi olan o şeirləri bunun qəlbinin dərinliklərindən süzülüb gələn bir hikmətli sözlərdir ki, şeir nə alınmaz, nə də satılmaz, qəlbin məhsuluna irad tutulmaz. O qəlbinin məhsulunu yazıb qoyub və Seyyid Əzim Şirvani ənənələrin bir növ davam elətdirib ki, Müfti cismani ilə sanma mənim ölməyimi, Seyyida ölmənəm, aləmdə səsən var mənim. Bu kitablar onu həmişə yaşadacaq, həmişə diri saxlayacaq. Şübhəsiz ki, Qur'an-ı Kərim buyurur, şəhidlər ölmür, onlar diridirlər, onların ruhusu Rəbbiləri yanındadır. Və şəhid bir şamdır ki, yanar aradan gedər, amma nura daim aləmi işıqlandırar. Bu nöqteyi nəzərdən də şəhidlərimizin məqamı alidir və bunlar da əqidələrinin sabit olmağın bir daha göstərdilər bütün dünyaya ki, Azərbaycan xalqı ağlımız kəsib gözümüz görəndən Allahu Muhammədi Əli deyən bir təriqətin nümayəndələriyik və bunların da əksəriyyətinin alnında elə həmən Həzrət Əlinin, Həzrət Rəsul-i Əkrəmin, İmam Hüseyin əleyhissalamın məhəbbətləri var idi ki, o məhəbbətinə də getdilər, o şəhidlər sərvəri Seyid-i Şühədə İmam Hüseyin əleyhissalamın qonağı oldular. Allah qardaşımızın cənnətdəki ad günü mübarək eləsin. Mən bir qazi kimi onun atasının, anasının və bu gül balaların qarşısında baş əyirən bir qazi olaraq Allah'tan arzu edirəm ki, torpaqlarımız, o qalan torpaqlarımızda tezliklə, sülh yoluyla, yəni yağı tapdağından azad olsun. O torpaqlarda bunlar imam məclislərində imamların şəninə və şəhidlərimizin şəninə şeirlər oxusunlar inşallah. Mən sözümü bir şeir ilə bitirirəm ki, daim vətənə, millətə xidmətdir şəhidlik, ən ali olan zata itayətdir şəhidlik deyərkən Hacı Sultan Ağa da məhz Aşıq Əhməd Rüstəmovun daimi səslərəm səni Allah Muhammed ya Əli, sənsən dilimin əzbəri həqqi imamət ya Əli. Qurbanam Şahı Kərbəla oğlun İmam Hüseynə mən, bağışlayacağım şəhidləri Həsən Əl-Müctabaya sən. Qeyrətli Abbas oğlunun Əl-Üzməri ətəyindən günahkar olsaq da bizə eylə şəfaət ya Əli. Xudam sənə bəxş eləyib yerin, göyün qudrətini, özün gətirmisən dinə biz Məhəmməd ümmətini. Əsirgə bizlərdən özün hər dərdini, möhnətini, səndən kömək umanlara eylə inayət ya Əli. 5 kimsənənin üzünə qərar tapıb durub dünya, Muhammed, Əli, Fatimə, Həsən, Hüseyni Müctaba,
Əhməd deyər bari xuda pəncitəni ali əba, yet ümmətin harayına ruzi qiyamət ya Əli. Allah Muhammed Əli Azərbaycan xalqını heç vaxt tənha qoymasın. Şəhidlərimizin ruhu şad olsun, valideynlərinin, yaxınlarının başı həmişə uca olsun. Diqqətinizə görə təşəkkür edirəm. Alqışlayaq. Çox sağ ol Hacı, gözəl və ürək sözlə. Həqiqətən şəhidlərimizin canlı əmanətidir. Hacı Həsən özü də qazidir. Birinci Vətən müharibəsində döyüşüb, iştirak edib, ağır yaralanıb və 6 il yataq xəstəsi olub. Dinimizlə bağlı o Quranımızı oxuyub, yavaş-yavaş sağalıb və bugünkü gündə bu ilahiyyatçı kimi bəlkə də o ensiklopediyanın deyə bilmədiyi o sözləri o kitablarında deyib, 23-dən çox kitab yazıb, şəhidlərimizin tədbirlərində təmənnasız iştirak edir. Həmişə də o qazilərimizin, şəhidlərimizin yanındadır. Mən Hacıya öz təşəkkürümü bildirirəm və eyni zamanda Zəminə müəllimə sizə də çox sağ ol deyirəm ki, bu uşaqları gözəl hazırlaşdırmışsınız, vətənpərvər ruhda hazırlaşdırmışsınız və burada iştirak edən hər birinə təşəkkür edirəm və Muradxan kişiyə sağ ol deyirəm ki, mən səhərdən o uşaqlar ki, şeir deyəndə onun göz yaşları, eləcə də anasının göz yaşları, çalışaq o göz yaşları, sevinç yaşlarından əvəz olursun. Balalarının toyunda gələ iştirak edək, bu nəvələrin toyunda iştirak edək. Zəminə müəllimə sizə də təşəkkür edirəm ki, çox sağ olun. İnşallah bu kitabın təqdimat mərasimində daha geniş kollektivlə birlikdə bunun təqdimatını eləyərik. Sağ olun. Çox sağ olun. Mən də sizə təşəkkürümü bildirirəm. Allah sizə can sağlığı versin. Nə yaxşı ki varsınız. Biz sizlərdən öyrənirik. Sağ olun, var olun. Çox sağ olun. Allah razı olsun. Çox sağ olun.